Salamlar, hər vaxtınız xeyirli olsun əziz dostlar. Bugün çox maraqlı bir gündür. Niyə? Çünki dostumuz SR 650 alır və biz də nə edəcəyik? Təbii ki, o təlimlərin yeni çıxdığına görə biz motosikli aparıb Sumqayıta qoyacağıq. Ona görə bugünkü vloqumuz bir sözlə həm SR 650 ilə tanışlıq olacaq, həm də ki, gedəcəyik görək başımıza nələr gəlir. Amma indi getməmişdən əvvəl biz nə edirik? Gedirik birinci Azadgilə. Niyə görə Azadgilə gedirik? Çünki biz Azadı götürəcəyik. Azad da bizi sonra qaytaracaq da, biz piyada qayıtmayaq ya da taksi ilə zadla bir həftəyə qayıtmayaq da. Yəni bir sözlə Azadla dalqabaq gedəcək, amma Apkatkada olduğuna görə o da Azad da elə Apkatkada kimi sürür. Ona görə rahat keyif gələcək da belə. Yəni opşu SR 650 ilə bağlı fikirlərimi də birazdan sizlə bölüşəcəm. Yəni sürəndən sonra Apkatkada olduğuna görə təbii ki, qazlayıb bir top speed zad baxa bilməyəcək, amma yəqin ki, gələcək nəsillərə də dostumuzdan bir fırladarıq indi Apkatka qutarandan sonra bir baxarıq gərək də necə gedir. Bəlkə elə bir də gördük beyin söndü keçdi SR-a. Niyə də yox? Şefi pisləmək olmaz. Təbii ki, bir sözlə əslində belə deyim də, motosikletin ən böyük şeyi odur ki, sürəndən çox şey yaxşıdır əziz dostlar. İstəyir Çinin yox, nə bilim, hansı Afrika motosikl istehsal eləsin. Sürən normal sürürsə, o da normal bir motosikletdir və ən azından keyfiyyət də yaxşıdır. Gərək görək də CF-lə bağlı fikirlərimiz. Düzdür, mən bir dəfə sürmüşəm deyəsən, yoxsa sürməmişəm. 650 sürməmişəm, amma 650 çox görmüşəm. Yəni ki, artıq Bakıda da xeyli insanlar da var. Gərək 650-mizi götürək, görək başımıza nələr gəlir də ana. Deməli, mənim iş yoldaşım belə deyim, qımışırdı motosikl almağa. Mən də biraz tırkaladım, elədim. Ay belə elə, təbii ki, reallıqlar dedim də, əslində belə demədim. Yəni o zəhəri onun qanına yeritdim biraz daha. Düzdür, özü də yerimişdi elə. Və sonra elə oldu ki, o da öz dostu ilə birlikdə təlimə getmək qərarına gəldi, Motorride Akademiyaya. Çingiz müəllimin yanında da bu zəhəri tamamilə uddular, yəni bir sözlə və belə-belə bikerlər yetişdi bir sözlə. Yəni bu zəhər elə bir şeydir ki, bu elə bir şeydir ki, adamı qımışdırır da, ha. Adam elə istəyir ki, qımışa. Azad bu arada oradadır. Mən Azadı görürəm, o məni görmür. Əsas da mən onu görürəm. Hey Azad. Bayram mübarək, bayram mübarək. Aha, motosiklimı vurdu. Salam əleykum. Əl elə, əl elə. Eşq olsun. Sağ ol. Qıçıva keçir, ha? Qarasa bir yerə keçir. Burada mənim topluqlarım yoxdur bağlamağa. 250. Kimizdən bədbax olursan? 650 şeylə, alıbıcı. Bugün option CF günüdür. Bugün 250 SR-dan başlayırıq. Azad mənə şantaj eləmək üçün bu videonu çəkdirir əslində. Nəsə elə biraz adam o şeyə heç etibarım yoxdur. Bu nə yerdə də? Ayağım yerdədir. Mənim nə qıtım bundan hündürdür. Bir motosikl düşünün. Azadın motosiklini bilirsiniz dostlar. Deməyə ehtiyac yoxdur. Faralar da görsənmir. Azad bu arada arxamdadır bu dəqiqə. Bu qardaşlar niyə dayanır? Bu da maraqlı sualdır. Korobka niyə zülmdən keçir qaqa? Yox, bunu niyə bu qədər hündürdədir? O əyilib. Salam əleykum nətər. Vay, bu nəsə? Yəni motosiklın səsi elə bir şey, Ural sürürəm. Bu nə səsdir? Yəni yaxşı mənada yox ha, belə qəribə bir səsi var. Yəni həqiqi mənada xoşuma gəlmədi. Azadın motosiklının ciyəri cırılıb deyə polnu deyə bilərəm yəni. Güzgülər də Azadın özü kimidir. Azad arxamda oturub eşitmir, palaskatlayıram. Azadın dalıyca danışıram. O yallah ciyərimi cırıldı. Ciyərimi cırıldı dana. Bu nədir? Yaşıldır mı bu? Yaşıldır dana, gedək yavaş. Gözdə bir an buradan fıydaq. Bu şeyin skorisi birisi nədir uşaqlar, belə izah edim də sizə. Skorisinin dəmiri var ha, o qədər yuxarıdır ki, ayağı gərək tərsinə fırlar. Buranı görürsünüz buranı. Bu görürsünüz nə qədər yuxarıdır, o çox aşağı olmalıdır. Ya da bu nəsə bokdur da, yəni elə olmamalıdır.
Neyse bu gün Opşis CF 250 50 dana bu. 50'dir mi bu? 250 SR-la başlayırıqdan görə başımıza nələr gəlir, sonra dalı gələcəkdir. Deyir, gedirlər, gəlirlər bu SR-ları qayırmırlar. Gözlərim hər axşam axtarır səni. Bilmirəm yollardan dayı, sənə arxayınam, get. Allah uzaq, sənə bir şey olsa mən də elə bir getdim. Salam əleykum. Gəlmişik deyir. Okey, şirin sağ ayaqla girək. Ya Allah. Hardadır motosikl? Salam hər olsun. Budur? Oho, li. Xeyirli olsun. Salam, necəsiz olsun? Sağ olun, çox sağ olsunuz. Yeni 0 kilometr, 0 deyil yəqin ki. 0 kilometr. Baxılıb da hər şeylə, yağlı suyunu nəmlənə. Xeyirli olsun yeni motosikletin. Təbrik edirəm. Start eləmişsən ki, finişi yoxsa? Yox, elə bayaqlar. Çarxa deyirsən, hə? Ayda. İlk start. Bugün o gündür. Elə birdən-birə qaz vermə. Bax, elə o birinci elə başladıq onunla. Xeyirli olsun. Salamat sürəsən o şey demiş. Axırı ki bu yola qədəm qoydun da, qədəmlərin mübarək olsun. Bu da qarşımızda 675 SR imiş. Mən 600 SR deyirdim, 650 SR deyirdim, tam rəqəmi bilmirdim. Bəli, 600, o 75 əslində çox böyük fərq eləyir də, yəni yüksək səviyyədə. İndi hələ ki apqatqadır, bala şey eləyəsən, birazdan o zövqünü hiss eləyəsən də. Amma çalış apqatqa dövrünü düzgün keçdi. Yəni ən vacib məsələ odur. 100%. Yəni ondan sonra yəni bu gün elədiyin düzgün hərəkətlər gələcək ömrü üçün çox vacibdir da. Yəni ona görə ...675 SR-la ilk təcrübələrimiz başlayır. Bu arada torkun zadını yoxlaya bilməyəcək, amma motosiklet özü baxırsan ki səsi, mühərrik səsidir. Yəni şeyin səsi deyil də, başa düşürsünüz. Çox motosikletdə problem odur ki, kulştel səsidir. Yəni ki, hiss edirsən ki, səs şeydən gəlir, kulşteldən gəlir. Amma burada mühərrik səsidir. Mühərrik səsi olduğuna görə bu dəqiqə əslində 4000 dövrə hələ çatdırmamışıq heç. Yəni əslində apqatka dövrü çox vacib dövrdür. Çox adam indi fikirləşmir apqatka dövrünü, amma apqatka dövrünü düzgün keçmək motosikletin gələcək həyatı üçün çox vacib əhəmiyyət daşıyır. Qoyun dostumuz apqatkadan çıxandan sonra yəqin ki biraz test eləyərik görək bu motosikletin başqa nələri var. Hə, uzun yollara çıxmaz, amma ehtiyatlı ol da, yəni bir yerdə gedərik. Elektron səviyyə çox yüksək səviyyədədir, həmçinin bunda da elədir. Yəni ki, daha soruşmayın ki, traction control, ABS, nə bilim, BBS, hər şey var bunda. Yəni ki, bilmirəm, məsələn, tormuz, döngə tormuzu və s. kimi daha fərqli texnoloji sistemlər var, yoxdur. Özüm araşdıraram, əgər maraqlı olsa sizə də deyərəm. Amma demək olar ki, bunda elə bir elektron sistem yoxdur ki, yəni bunda olmayır. Yəni, onsuz da bilirsiniz ki, Çinin bütün motosikletlərində elektronika yüksək səviyyədədir. Nə oldu? Əla, indi özün sürəndə olacaq. Bir şey görsən, ilk ilikləri alırsan.
Deyirəm, Azad bir ömür Apkatkada sürdüyünə görə indi bilir ki, necə sürmək lazım. Ona görə də Apkatkadaymış kimi sürür, yəni. Heç dəyişikliyi yoxdur. Bir qayda da var. Ha, 100%. Yəni variantın yoxdur. Bu aləmin. Amma ehtiyatlı ol da, salam verirəm adı ilə, ona bax girdi bax. Salam verirəm adı ilə şey eləmə də, gəlib lobiyalığa girmə. Xanım, bir qərar verin görək hara yersin. Smartphone var sağda. Hə? Qabaqda smartphone var. Belə yerlərdə ayağı çalış yerə qoyma. Yo. Maksimum saxla. Bax görsən ayağım hələ yerdə deyil. Düz gedirəm. Uşaqlar bir şey deyim həqiqi. Çox qəşəngdir də motosikl indi. Sağlığına qismət. Mototsiklın aerodinamikası çox yaxşıdır. Bax külək hiss eləmirəm demək olar ki, yəni çox yaxşıdır, yəni aerodinamikası. Bir də mototsiklda həqiqətən də hiss olunur ki, torku çoxdur, yəni çox yaxşıdır. İndi biz məcburuq Apkatkaya görə bunu test eləyə bilmirik, amma Apkatka olmasaydı indi qaqanız burada diviziyeniyanı göstərmişdi ana. Yəni bilirsiniz ki, lazım olanda istisnalar qaydaları pozmur. Amma motosikl həqiqətən də yaxşıdır. Yəni ki, bu dəqiqə məsələ tutaq ki, 80 ilə gedirik, amma hardasa 3000 dövrə yaxınıq da, çox heç qaldırmağa ehtiyac olmayıb. 4000 dövr hardasa şeydədir. Yəni ki, aşağı torklarda da biraz sönmə var, boğulma var. Hiss olunur ki, bu super sport bike deyil təbii ki. Yəni 3 silindirdir, 675 kubdur. Yəni bu belə deyim də R7-nin, sonra Sibir 650-nin deyəsən rəqibləridir. Yəni bilmirəm 650 idi yoxsa yox. Kawasaki-nin sonra var 650-si. Bax bunların elə bir ki, rəqibi deməyək, yəni onlarla eyni segmentdədir. Yəni bu şəhər içində sürə biləcəyin və sport görünüşü olan və rahat super sport qədər olmasa da sürətlənməsi və bir sözlə torku çox yaxşı olan bir bike'dır. Belə fikirləşin. Və gəlib çıxdıq Sumqayıta, avalam. Ay, ot daşıyır, o nə daşıyır elə? Üzərlik daşıyır, üzərlik. Ha, yandır ondan bir dəmcə. Maşın yansa polnu ölkədə şey qalmayacaq. Nə deyirlər, üzərliyi niyə yandırırlar? Göz qalmayacaq. Gözünə quzu kəsin, dana. Deyir, gedirlər, gəlirlər, bu yolları nöş qayırmayırlar. Oy, qaqamın rahatlıq. Salam əleyki, hər vaxtınız xeyirli olsun. Bugün Sumqayıtdayıq. Sumqayıtda nə qayırıq özümüz də bilməyirik dana. Bir şey deyim. Eyni standart dövrdə də sürmək düzgün deyil ha. Yəni bir tempdə saxlamaq. Yəni eyni tempdə saxlamaq olmaz. Artırıb azaltmaq lazımdır. Yəni indi mən olmayacağam sənin gələcək şeylərin üçün. Düz gedəcək. Kəllə atım yoxsa yavaş-yavaş? Gəl bura. Elxan Qəniyev. Hə, Qəniyev, yaz çıxacaq. Yaxşı. Yaxşı olun. Nətər də təəssüratlar? Əla, hələ sürməmişəm, düzdür. Amma inanıram ki, möhtəşəm olacaq. Xeyirli olsun deyirəm. Sağ ol. Hamısı Elxanı tanıyır, maşallah. O çəkdə o şəhər. İlk olaraq bunu deyim ki, CF-la bağlı həqiqətən fikirlərim bir xeyli dəyişdi sürəndən sonra. Gördüm ki, həqiqətən də yəni
düzdür, sürəndən çox şey asılıdır. Yəni ki, bir sözlə istənilən Çin motosikli yox, istəyirsən nə bilim, Abu Dhabi motosikli olsa sürən çox şey dəyişir. Ümidvaram yaxşı da sürərsən və həmişə qəzasız, bəlasız şey eləyərsən. So. Videonu bəyənib paylaşmağı, şərh yazmağı unutmayın. Fikirlərinizi bizimlə bölüşün. 3000 like gözləyirik buradan. Abunə olmağı da unutmayın. 3000 yox, inşallah 10k olar. Sağ olun, çox sağ olun. Burnuma bax. Burnuma bax. Mən elə onu deyirəm də. Eyb yox, heç başım bura. Çay içirəm. Gəl. Təbrik edirəm, gününüz mübarək. Neçə gözəl illərə. Neyniyək biz valla? Neyniyək biz? Təbrik edirik. Çox an nə istəyir? Köstə yoldadır. Can sağlığı arzulayırıq, can sağlığı. Xoşbəxtlik. Əlində qalsın. Bəyək yox, sonradan çəkim. Deməli, Azadla Sumqayıtdan qayıdırıq. Qoy danışım hekayənizsə, siz tövbədən xəbəriniz olsun. Deməli, Azadla Sumqayıtdan qayıdırıq. Yanımızda bir dənə maşın dayandı. Çıxıb qabağımıza. Yəni, mən şok, Azad şok. Dəlixana, heç gözləmirdik. Bir dənə xanımdır, belə orta yaşlı da, nə bilim nədir. Yaxınlaşıb bizə, bir də görürəm, belə sağa baxdım, gördüm gözqaş eləyir, gözqaş eləyir. Deyirəm, nə olub da, nə ola bilər, yəni, bizə nə deyə bilər ki bu? Nəysə, baxdım belə, gördüm ki, şeydir, yaxınlaşır bizə tərəf get-gedə. Yolu tutuq, arxada dəlixanadır. Cəmaat deyirəm, nə qayırsınız? Gəlib düz böğrümüzə belə eşələndə 20 manat çıxartdı bizə ki, alaq. Deyir ki, bəs şeydir, bu 20 manatı nə bilim şeylə götürün. Deyirəm ki, istəmirəm də, çox sağ olun. Dayanmırıq, bizdə Azad arxada şok, mən qabaqda şok, başa düşə bilmədim ki, nə eləmək istəyir. Nəysə getdik qabağa, qabaqda yenə gəlib üstümüzə sıxır, böğrümüzdə də diriyib bizə. İndi videoda tam düşmədi, mən gecikdim videonu açmaqda. Gəlib düz diriyib bura. Deyirəm ki, nə istəyirsiniz də, nədir probleminiz? Deyir ki, bugün mənim ad günümdür, siz də mənə belə eləyirsiniz. Deyirəm ki, neyniyim də, yəni neynəməliyik ki biz sizə? Deyir ki, yox, belə şey olmaz, nə bilim nə. Vəbşə, yəni bugün ölmədik, belə şey də gördük, yəni. Qadın tərəfindən tacizə uğradıq bir sözlə. Azad, nə deyə bilərsən bu ilə bağlı? Mən özümü xahiş istədim. Həqiqi yavruculuqdur. Dalımıza düşmüşdü qadın. 20 manata bizi almaq istəyirdi. İkimizə 20 manat. Allah. Ay, biz elə Bakıdan bura gələndə 20 manat benzin yandırırıq. Yəqin onu nəzərdə tutub ki, yəni siz tək getməyin də. Yəni ikimizə 20 manat. Ayda.
Yəni belə şeylər görülməyib həqiqi, biabırçılıq. Nəysə, axırı bu günü də belə atlatdıq, həqiqətən də biabır olmuşduq, yaxşı qurtulduq. Xanım yaxşı ki sağa döndük arxadan, dönməsəydi biabır olmuşduq, yəni tam. Deyirəm, nə istəyirsən? Deyir ki, bilmirəm, nədir belə elə. Öz də nə istədiyini bilmirdi. Ad günümdür, neynəməlisən ad günümdür. Bizi pulla ala bilməzsən, nə olsa biz motosikl sürürük. Lənətə gəlmiş insanlar. Aman Allahım. Nəysə, bugünkü günümüzdə belə qutardıq. Başladıq SR 675-dən qutardıq. Özümüzü yaxşı ki tərtəmiz olaraq sonlandıra bildik günü. Yoxsa indi adımız çıxmışdı. Adımız çıxana kimi canımız çıxsın. 20 manata 2 nəfərə 20 manat. Yəni təbii ki bu zarafatdır. Yəni biz zarafat dediyim yəni pul mənasında zarafat deyildi. Doğrudan da pul verirdi bizə. Niyə o pulu verirdi onu da bilmədim. Nə bilim. Azad qımışırdı amma öz aramızda azad qımışırdı ki bəs belədir, elədir. Nədir adı? Götürək 20 manatdan ha. Benzin pulun fikirləşirdi azad 100%, amma onu götürəndən sonra bizi tapdaya da bilərdi. Heç biz ümumiyyətlə götürməzdik təbii ki, amma yəni də deyirəm ki götürəndən sonra bizi xışlayacaqdı 100%. Ya da bizi təpiyləyəcəkdi. Ya da bizim bədənimiz satılıq deyil, özdə 20 manata heç deyil yəni. Nəysə, stresimiz bitdi. Və yaxud bir dənə hadisəni danışım. Deməli, gedirik çay içməyə. Orxan tanışdı da, kət, o pişik şeyi olan dostum. Onu ilə bir yerdə gedirik çay içməyə. Qabaqda bir dənə motosikl gəlir sağ tərəfə. Motosiklın arxasında, motosiklın arxası yekəydir. Motosiklın arxasında 2 dənə kask var. Hətta 3 dənə deyimsə, üst-üstə bağlayıb qaqaş nətərsə. Amma sürənlərin heç birində kask yoxdur. Yəni sürənlər kask taxmayıb, amma motosiklın arxasında 2 dənə kask var. Niyə elə bir şey var idi, onu da bilmirəm. Azad bəhtur dönürük, dizimizi yerə sürtürük. Bəhtur dönürük də ana. Gözlərim hər axşam axtarır səni, bilmirəm yollardan Bunu qeyd edeyim ki, Azadın güzgüləri, yəni arxadan başqa hər yeri göstərir, inanın mənə. Yəni ancaq bu böhrümdə gedən maşını göstərir, yəni özüm gördüyüm səviyyədə göstərir, bax. Bax, indi yoxa çıxdı, görsən, onu elə mən də görəm də. Allah kimi olmuş, bir normal güzgü alıb qoymayıb buna. Kör nokta güzgüsünü də taxıb, amma kör noktaya aidiyyatı yoxdur da, yəni. Kör nokta güzgüsü normal güzgünün yerində olan güzgüdən də əksinə pis göstərir, yəni. Yəni kör nokta güzgüsü kör olmayan noktanı göstərir. Normal noktanı isə heç nə göstərmir, yəni. Yəni bir sözlə heç nə başa düşmədim. Bu motosiklın güzgüsü nə deyim dana? Olmayan bir şey nə deyəsən? Qırlasan səni. Yoldayam dana, əl çək. Ay dədə. İradar, 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 lay 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 lay. Yangın var, ben yanıyorum. Yetişin dostlar, qışışıyorum. Hey! Məsələ odur ki, arxadan gələn maşın siqnal verir, dalni verir, bilijni eləyir, nə eləyir. Yəni yaxın işıqları vurur, uzaq işığı vurur, nə vurur bilə bilmirəm. Görə bilmirəm ki, arxadan gələn maşın maşındımı, Kamazdımı, ümumiyyətlə nəsə gəlirmi, gəlmirmi. Ancaq qolumu görürəm, bir də Azadın burnunu görürəm. Maraqlıdan dana.
Azad bu ilə nə görür, nə sürür mən başa düşə bilmirəm. Mən ümumiyyətlə motosikl yox, istənilən nəqliyyat vasitəsində güzgü olmasa, güzgü normal şəraitdə göstərməsə, rahat gedə bilmirəm. Məndə də okey, belə görürəm. Yəni belə deyəndə məndə də güzgülər çox belə yekə deyil, amma bu da yoxdur. Azad. Allah bəla verməsin Azad. Arxamdasan, qaz verəcəm, düşərsən bir dəqiqə aşağı. Apkatkadadır, qaz da verə bilmirəm. Ekran yox. Bilmirsən nədə oturubsan, nə sürürsən. Dendi də elə bil. O vaxtı kompüterləri kimi nə monitoru var, nə bir şey var. Salam verikəm oğlu, nə tərsən. Gedirlər, gəlirlər, bu yollarını üç qayırmırlar, bu yollar niyə bu gündədir? Yangını var, ben yanıyorum. Yetişin dostlar, tutuşuyorum. Yangını var, ben yanıyorum. Yetişin dostlar, tutuşuyor. Gönlüm senin esirin, kalbim senindir ya, kalbim senindir. İnsaf eyle hoş sözler, beni geldindir ya, beni geldindir. Söyle nedir bu edalar, bu iş ve bu naz. Gider ay kız, bu güzellik sana da kalmaz. Yalgızam yalgız, yalgızam yalgız. Gelmeni möhlete, o da salam vefasız. Yalgızam yalgız, yalgızam yalgız. Gelmeni möhlete, o da salam vefasız. Söyle nedir bu güzellik, bu iş ve bu naz. Gider ay kız, bu güzellik sana da kalmaz. Gider ay kız, bu güzellik sana da kalmaz.